Bizə deyir kapron lifi polimerləşmə dərəcəsi N'dir, karbon atomlarının sayı A'dır. X-da da yenə polimerləşmə dərəcəsi N'dir, B'dir. A bölünsün B bərabərdir 2-yə. Deməli, gəlin baxaq. Kapron lifində kapron turşusuna görə karbon atomlarının sayı 6-dır. Buradan da olacaq A bərabərdir 6N. Buradan da 2-yə böləndə B bərabərdir 3N olacaq. Yəni buradan bizim B'miz, yəni A'nı B'yə böləndə 2 eləyirsə, B'miz olacaq 3N. 3 dənə karbonu olan biz polimerə baxmalıyıq. Polistirolda 8-dir, NaDda 7-dir, polietilendə 2-dir, polibutadiyəndə 4-dür, polipropilen olacaq cavabımız. Çünki polipropilenin polimeri budur. N. Cavabımız D variantı.